Salam hər kəsə, mən Xəyal Əsədov, yeni bir video ilə sizin qarşınızdayım. Bugün sizlərə Azərbaycanda öz sözünü demiş W202 Kuza çəkirik. Avtomobilin tarixçəsi elə də böyük deyil. Bilir ki, W202 Kuza, adi bir uşaqdan da sorsan, sənə onun tarixçəsi barəsində danışar. Sadəcə onu deyim ki, bu avtomobil kanalında satış məqsədi ilədir. Bilirsiniz ki, artıq avtomobilin incələməsindən əlavə biz satışa da keçmişik. Avtom 626-da 360 dərəcə şəkillərini, bir də incələməsini satışa buraxırıq. Bunda daha tez avtomobil satır. Nəinki sırf şəkillərini çəkib digər saytlara yerləşdirdikdə. Bir də onu qeyd edim ki, avtomobilin təm şəkillərini biz avtosatış.az-da da yerləşdiririk. Bu öz yerində. Keçək avtomobil barəsində danışım. Avtomobilin ön görünüşü. Radiator barmaqlığı dəyişdirilib, özününki deyil, xrom işləmədən çıxıb. Gəldik, faralar. Bilirsiniz ki, Teşkalarda, W202 Kuzalarda lupalet keçərli deyil, öz zavod buraxışı faralardır. Ön tərəfində duman əleyhinə faralarımız yoxdur. Duman əleyhinə faralarımız yoxdur. Gəldik, nömrəsi özüdür, avtomobilin sahibi nömrəndə üstündə verəcək. Deməli, bu avtomobilin qiymətini sizə ən axırda vurğulayacağam. İlk öncə onu deyim ki, avtomobilin sənədləri qaydasındadır. Baxmayaraq ki, 1995-ci ilin avtomobildir. Yürüyüşünə salonda gələcəm. Gördüyünüz kimi avtomobilin üst hissəsində lüku da var. Bu da öz yerində rəngi qaradır. Onu deməyə ehtiyac yoxdur, göz qabağındadır. Keçək avtomobilin yan tərəfinə. Avtomobilin yan tərəfinə gələndə 1995, 96, 97-ci ilə kimi W202 Kuzalarda buferlər belə hamar gəlir. Ancaq 98, 99, 2000-ci illərə kimi burada belə çıxıntılar var. Bu öz yerində. Gəldik disklərə. Kalpakdır. Ən gözəl disklərdən biri bu avtomobildədir. Nəyə görə? Ən rahatçılıq qatan disk bu kalpaklı disklərdir. Kalpakın altında bilirsiniz ki, o Jigulilərdə olan disklərdən. Bunun özünün adı var, sözünü açıq xüsusi. Mən adı yadımdan çıxartmışam. Gəldik. Təkərin ölçüsü 205, 65, R15-li disklərlə təchiz olunub. Zavod buraxılışı disklərdir, çox qəşəngdir. Avtomobilin yol tutumu da çox qəşəngdir. Bir W202 hamı bilir ki, odur da Bakı-Qazax yolunda şəhər xarici, şəhər daxili. Həqiqətən də öz sözünü demiş avtomobildir. Gəldik yan tərəf. Bir ədəd bilirsiniz ki, bu W202-lərdə bir ədəd şüşəslənə olur. O öz yerində. Lükunu sizə vurğuladım. Yan güzləri avtomatik bağlanan deyil. 95-ci ilin avtomobilindən bunu gözləməyin. W202 Kuzalar, nəinki W202 Kuzalar, Mercedeslərin əksəriyyətində siniflərə bölünür. Klassik, sport, elegans, avangard. Bu avtomobil klassik versiyasıdır. Klassik versiyaların əksəriyyətində 90%-də belə kalpak disklər gəlir. Avtomobil 4 nəfərlikdir, ekonom klassdır, bu öz yerində. Şəhərçi sərf eləyir. Kim sürər? Ən əsas tələbə sürər. Bundan əlavə Bakı-Qazax yolunda istifadə etmək üçün çox gözəl avtomobildir. Cavan ailə maşınıdır. 95-ci ildə, yəni hava yastığı falan o hər bir şey var. Mercedes bilirsiniz ki, çox avtomobillərdən daha tez inkişaf eləyib. Ölkəmizdəki W202 Kuzalar nə ilə seçilir? Bilirsiniz ki, son vaxtlar alverçilərimiz bizə Amerikanka maşınları öyrətdilər. Əslində çox da yaxşı bir şey deyil bu. Çünki Amerikanka maşınlar, belə deyim, çoxsu vuruq gəlir Azərbaycana. Bir şey də sizin nəzərinizə çatdırım ki, fikirləşin, bu Amerikan maşını bir dəfə vurandan sonra tulluyur, yəni çölə atır. Biz onu gətirib özümüz sürürük. Bu öz yerində. W202 Kuzaya söz ala bilməz. Həqiqətən də çox rasxodsiz, çox qənaətçil, çox rahat, komfortu yerində. 95-ci il olmağına baxmayaraq bütün belə deyim, din avtomobillərinə demək olar ki, cavab verir. Gəldik arxa tərəfinə. Arxa stopları hamısı zavoddur. Burada belə boz işləməsi var. Burada arxa tərəfində belə xrom işləməsi var. Bir ədəd xrom səs boğucusu var. Bu sonradan qoyulmalıdır. Bu 100% tamamilə Mercedes loqosu burada bizi gözləyir. Avtomobilin bagajına gələk. Bir dənə belə qaldırdıq. Avtomobilin sahibi buradan ağ elə salamlar olsun. Qardaşımızdır. Təşəkkür edirəm ki, avtomobili bizim studiyamıza gətirdi. Çəkiliş üçün. Avtomobilin bagaj həcmi gördüyünüz kimi çox qəşəng, çox geniş. Hətta onu deyim ki, çox da təmiz baxır avtomobilə. Yəni bunu alan adam uduzmaz. Deməli, gəldik avtomobilin motorxanasına. 1.8 mühərriklə təchiz olunub gördüyünüz bu avtomobil W202 Kuzaların digərlərindən fərqi odur ki, kapot istəsəz belə 45 dərəcə, istəsəz 90 dərəcə tam açılır. Bu öz yerində. Deməli, subaçokumuz burada yerləşir. Motor 1.8-dir. Şəhərçi sərfiyyatı 9-10 litr 92 oktanlı benzinlə. Şəhər xarici isə 6-7 litr 92 oktanlı benzinlə işləyir. Hər bir şey qaydasındadır. Yağ yeməsi qəti yoxdur. Avtomobil sahibi avtomobilə tam əminliklə cavabdehdir. Yəni edirəm, xırda bir kosmetik işlər var, başqa heç bir şey yoxdur. Belə. Avtomobilin salonunda əyləşmişik. Sizə biraz W202-nin salonundan danışım. Bəlkə də bilmədiklərinizi sizə çatdıracam. Ən əsas məsələ nədir? İndi sizə priboru göstərəcəm. Priborda çox videolarda vurğulamamışam. Bunu ilk dəfədir sizin üçün
paylaşıram. Bu benzin göstəricimiz ki var, benzin işarəsi. Əgər onun dolduran yeri sağ tərəfdə yerləşirsə, deməli benzin çənimiz sağ tərəfdə yerləşir. Yox, əgər dolduran yeri sol tərəfdə yerləşirsə, bu o demək ki, benzin çənimiz sol tərəfdə yerləşir. Bu da sizin üçün xüsusi bir məlumat olsun. Gəldik, avtomobilin motoru çox qəşəngdir, çox salamat, çox sakit motoru var. Multirul bu avtomobildə keçərli deyil, W202-lərdə multirul olmur. Salonun mebel işləmədir, Scores avtomat korobkadır, tiptronikası var. İşıqlarımız buradan işə salınır, kondisionerimiz var, avtomatik qalxıb enən ön pəncərələrimiz var. Bardaçokumuz çox qəşəngdir. Burada bir ədəd belə bardaçoku var. Bilmirəm videoda düşür ya yox. Hava yastığı falan onu deməyə ehtiyac yoxdur. Belə, avtomatik kilitlənən qapılarımız var. Kondisioneri buradan idarə eləmək olur. 5-ci ilin avtomobildir, bu olmalıdır. Lüku da var. Buralar belə parça işləmədir. Günlüyümüz belə, burada güzgüsü var. Yəni, bir çox avtomobillərdə bu olmur. Baxmayaraq ki, 95-ci ilin avtomobili. İndi deyəsiniz ki, hamısında var, xeyr. Mən 2008-ci ilin avtomobilini sizə nümunə göstərərəm ki, burada belə günlükdə belə güzgüsü yoxdur. Keçək digər tərəfə. Bəli, avtomobilin arxa hissəsində əyləşmişəm. Nəyə görə? Avtomobilin arxa hissəsindən sizə bir-iki dənə məlumat vermək istəyirəm. Bilirsiniz ki, mənim boyum həddindən artıq uzundur. Yəni, ekonom klassda əyləşmişəm, tam rahat əyləşmişəm. Kürək hissəm tam yapışıb. Hətta burada belə 5-6 cm ara məsafəmiz var. Xrom açanlarımız var, pərdəsi var, avtomobil sahibi üzərində verir. Həqiqətən avtomobil sahibi avtomobilə çox gözəl baxıb. Yüngülvari xərci var, o da ki, 95-ci ilin avtomobildir. Motorxanadan yox, kosmetik işləri var, başqa heç bir şey yoxdur. Salamat avtomobildir. Arxada pəncərələri qaldırıb endirənimiz avtomatik deyil, mexanikidir. Bu da öz yerində, kolonkaları, hər bir şey işləyə vəziyyətdədir. Əyləşmişəm, həqiqətən də əsl həm uzaq yol avtomobildir, həm şəhər daxili, şəhər xarici. Yəni, buna otur rahat get, Türkiyə səfər elə, nə bilim, belə ürəyin hara istəyir. Elə Almanyaya qayıt, bəlkə orada səbəbdən təzəsini verdilər ki, get təzdən yenə 1 milyon kilometr sürüb gələrsən. Bilirsiniz ki, bizdə W202 kuzalar həmişə elə oldu. Belə. Yenə qeyd edirəm, bizim studiyamız bilirsiniz ki, dəyişdi. Mən əvvəl avtosatışda işləyirdim, indi öz studiyamı açmışam. Siz də avtomobilinizi gətirib incələtdirə bilərsiniz. 360 dərəcə şəkillərini çəkdirə bilərsiniz. Onu özümüz Avtom 626-da yerləşdiririk. Bundan əlavə YouTube, Instagram, TikTok və s. kimi kanallarımıza yerləşdiririk. Əlavə olaraq da sizə şəkilləri təhvil veririk, istəsəniz digər saytlarda yerləşdirə bilərsiniz. Belə, videomuz bu qədər. Kanalımıza abunə olub videoyu bəyənməyi unutmayın. Sağ olun, salamat qalın. Növbəti dəfə görüşənədək.